Molekulda kimyəvi rabitənin əmələ gəlməsində iştirak edən elektronların sayını soruşur bizdən. Deməli, elektron sayını tapmaq üçün biz rabitəni tapmalıyıq və rabitəni 2-yə vurmaqla biz elektronu biləcəyik. İndi H florda, yəni H və florda. Normal olaraq bir valentdir. Deməli, bir rabitə var cəm arasında, düzdürmü? Birinci rabitə sayını tapsam, H florda bir dənə rabitə var. Baxın, yazıram A-da bir dənə rabitə. Sonra B-də N2 azot arasında 3 dənə olur da rabitə. Azot 3 valentdir axı. Ona görə deməli B-də nə oldu? 3 dənə rabitə oldu. Sonra C-də H2O, deməli H2O, hidrogen, oksigen, hidrogen bu formada yazdım. 1-2 dənə rabitə var. Deməli 2 dənə rabitə. Sonra D-də hidrogen, yəni hidrogen, bir dənə rabitə. Hidrogen H2 yazılıb, 2 dənə hidrogen yazdım və arasında bir dənə rabitə çəkdim. Oksigen isə, oksigen 2 valentdir, yəni 2 dənə rabitə olmalıdır. Ona görə 2 dənə yazdım bu formada. Deməli, Y-də 2 dənə rabitə oldu. 2 dənə rabitə. İndi elektron sayı nə qədər olacaq ona? Deməli, elektron isə rabitəni 2-yə vurmaqla. Yəni 1-i 2-yə vuracaqsınız, eləyəcək 2. 3-ü 2-yə vurmalısınız, eləyəcək 6. 2-ni 2-yə vuracaqsınız, eləyəcək 4. 1-i 2-yə vuracaqsınız, eləyəcək 2. Və 2-ni 2-yə vuracaqsınız, eləyəcək 4.